Güvən hissini, inam hissini necə formalaşdırmaq olar? Bu birinci növbədə ailədən başlayır, məktəbdə davam eləyir. Təbii ki, cəmiyyət də, yəni bir insanın güvən hissinin, inam hissinin formalaşmasında xüsusi rol oynayır, amma birinci növbədə ailədən başlayır. Ailə nə etməlidir? Əgər bir uşaq özü görə biləcəyi bir işi valideyn edirsə, o uşaqda heç vaxt özünə güvən və inam hissi formalaşa bilməz. Məsəl üçün, özü görə biləcəyi bir şey, paltarını özü geyinə bilər, stəkanını özü gətirə bilər, ayaqqabısının bağını özü bağlaya bilər, amma biz bunu özümüz edirik. Əgər özü edə biləcəyi bir işi biz onun əvəzinə ediriksə, evladımızda heç vaxt güvən hissi və inam hissi formalaşa bilməz. Bu yaşa görə dəyişir, əlbəttə dəyişir. 11-ci sinifdə oxuyan bir uşağı biz valideyn olaraq özümüz məktəbə aparıb gətiririksə, o uşaqda heç vaxt güvən hissi və inam hissi formalaşa bilməz. Valideynlər deyirlər ki, biz zəmanədən giləylənirik, qorxuruq və s. və s. Valideyn bilməlidir ki, övladının yanında hər zaman qala bilməz. Heç hər zaman onun yanında ola bilməz. Bəs nə etməlidir valideyn? Müəllim, məktəb heyəti valideyn olaraq nə etməliyik? Bəs onun yanında qala bilmiriksə, onun düşüncəsini dəyişdirməliyik. Baxın, düşüncə tərzini dəyişdirməliyik. Onda təbii ki, bir mənəviyyat formalaşdırmalıyıq. İdraki, tənqidi təfəkkürünü formalaşdırmalıyıq, düşüncə tərzi formalaşdırmalıyıq onda. Yəni, bu düşüncə tərzi formalaşırsa, təbii ki, biz övladımızı, bir müəllim olaraq şagirdimizi sərbəst, müstəqil, qayğılı və ehtiyaclı həyata rahat bir formada ata bilərik. Bəs müəllim olaraq, müəllimin funksiyası şagirdlərimizdə inam hissinin, güvən hissinin formalaşmasında hansı rol oynayır? Yəni, müəllimin funksiyası nədən ibarətdir? Birinci növbədə müəllim şagirdlə təbii ki, müqayisə etməməlidir. Ən önəmli bir məqama toxunmaq istəyirəm. Mən şagirdi kəşf eləməyi bacarmalıdır. Müəllim və təbii ki, valideyn potensialını müəyyənləşdirməlidir. Şagirdin özünü tanımasına şərait yaratmalıdır və kömək etməlidir. Əgər bir insan özünü tanımırsa, özünü kəşf etmirsə, onda heç vaxt inam və güvən hissi ola bilməz. Biz məcburən deyirik ki, sən mütləq şəkildə ali təhsil olmalısan, riyaziyyat müəllimi olmalısan, tarix müəllimi olmalısan və s. və s. Bu düzgün bir, təbii ki, yanaşma deyil. Hansı sahəyə, hansı sənətə meyli, marağı varsa, insan orada özünə inamlı ola bilər və güvənli ola bilər və cəmiyyətə xeyir verə bilər.